Salam əziz izləyicilər. Mən Fizik Akademinin kimya üzrə təlimçisi Fatimə Həkimova. Bugün sizinlə kimyadan bir neçə sualın izahına diqqət yetirəcəyim. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin suallarımıza keçək. Reaksiya təlini verilib, reduksiya edicinin verdiyi elektronların ümumi sayı 3 yana olarsa, əmələ gələn reduksiya məhsulunun mol sayını müəyyən edin. Gəlin dəyişənləri yazaq. Mis 0-dan gəlibdir mis müsbət 2-yə və azot da müsbət 5-dən gəlib azot müsbət 2-yə doğru. Bu formada yazarıq. Mis 0-dan mis müsbət 2-yə 2 dənə elektron verib, deməli reduksiya edicidir və proses oksidaşmə prosesidir. Növbəti isə azot müsbət 5-dən gəlib azot müsbət 2-yə və müsbət 3 elektron. Yəni bu nə deməkdir? 3 dənə elektron alıb, sistem 3 elektron alıb oksidaşdiricidir və proses reduksiya prosesi adlanacaq. 2-nin 3-ə və 3-ün 2-yə yazırıq. 3 misin qarşısına düşəcək. 3-ü yazaq. Gəlin bu dəyişənləri silək hələlik. 3 misin qarşısına düşdüm. Misə 3'ləri yazırıq. 2 isə azotun. Onun qarşısına 2'ni yazırıq. 8 dənə azot var sağda. O zaman nitratın qarşısına 8 düşməlidir. Və 4 də suyun qarşısına düşəndə hidrogen sayıları da bərabərləşir. Oksigen sayıları da deməli hər tərəfdə 24'dür. Yəni bərabərdir. İndi bizdən istədiyi nədir? Şərtə diqqətlə qulaq asaq. Şərtdə bizə verilən nədir? Reduksiya edici. Reduksiya edici hansıdır? Təbii ki, mis. Verdiyi elektronların ümumi sayı 3n. Bir dənə mis 0-dan müsbət 2-yə gəlib 2 dənə elektron verib. Bizdə 3 dənə mis var. Yəni 3 vur 2, 6 dənə ümumi, yəni 3 mol mis ümumi 6 elektron verib. Yəni 6 n-a qədər elektron verib 3 mol mis. Bu zaman nə qədər reduksiya məhsulu əmələ gəlibdir? Reduksiya məhsulu da NO-dur. Yəni oksidaşdirici azot idi, reduksiya prosesi gedirdi. Məhsullar da 1-2 sağda olur. Ona görə NO reduksiya məhsuludur. 2 mol NO əmələ gəlir. Reaksiya təlininə əsasən 6 elektron, yəni 6 n-a qədər elektron verəndə reduksiya edici 2 mol reduksiya məhsulu əmələ gəlir. Bəs 3 n olanda şərt əsasən nə qədərdir? X qədər. X də buradan təyin etsə 6/6 1 edər. D variantı sualımızda düzgün cavab olacaqdır. Gəlin növbəti sualımıza nəzər yetirək. İkinci sual. İkinci sualda bizdən nə istəyir? 50 qram etanol və etanol qarışığına natriumla təsir etdikdə 11,2 litr hidrogen qazı əmələ gəlir. Qarışıqda spiritin kütlə payını hesablayın. Gəlin yazaq. Demək, etanol və etanol qarışığı. Gəlin yazaq. C2H5OH və var CH3, C, oksigen, hidrogen. Natriumla reaksiyasına söhbət gedirsə, təbii ki, burada spirit reaksiyaya daxil olacaq və hidrogen qazını ayıracaqdır. Yəni bu aldehidin natriumla reaksiyası baş vermir. İkinci tənlikdə, ikinci maddənin natriumla reaksiyası yoxdur yəni. Bu qarışıq 50 qramdır. Və deyir ki, 11,2 litr hidrogen qazı əmələ gəlir. Baxın, 2 mol spirit reaksiyaya daxil olanda, C2H5OH daxil olanda 1 mol hidrogen qazı əmələ gəlir. Bəs 11,2 neçə litr moldur? 11,2 litr neçə moldur? 0,5 mol və ya birbaşa litrlə də yaza bilərsiniz. 0,5 mol hidrogen isə X moldur. X-i buradan təyin edirik. Deməli 1. 1 mol C2H5OH. C2H5OH-ın da emeri uşaqlar 46'dır. 46 qramdır. Deməli 50 qramın 46 qramı buymuş. 50 çıx 46, 4 qramı da bu aldehid imiş. 4 qram da aldehid imiş. Görək davamda bizdən nə istəyir şərtin davamında. Təyin elədik ki, qarışıqda nəyin miqdarı nə qədərdir? Baxaq indi. Deyir ki, qarışıqda spiritin kütlə payı. Yəni omega spirit nədir? Spirit neçə qramdır? 46 qram. Bütöv qarışıq isə 50 qramdır uşaqlar. Və 100'ə vururuq. İxtisar aparaq 100%'ə vururuq. İxtisar aparanda 2 qalır. 46 vursun 2, 92% olacaq. Y variantı sualımızda düzgün cavab olacaqdır. Gəlin 3-cü suala nəzər yetirək. 3-cü suala baxaq. Deməli. Lövhəmizi təmizləyək əvvəlcə.
Üçüncü sualda nədir? 39,6 qram bir duz verilibdi. Üzvi deməli turşu ilə maqnezium birləşməsində əmələ gələn və deyir birləşmədə 4,8 qram maqnezium varsa eni müəyyən edin. Ağır maqneziumda 24 veribdi. Aha, gəlin təyin edin uşaqlar. Deməli, bütöv maddə nə qədərdir? 39,6 qramdır. 39,6 qramında nə qədər maqnezium var? 4,8 qram maqnezium var. Aha, bəs bunun emerində nə qədərdir? 24 qramdır da. Görürsünüz, 1 mol, yəni 24 qram maqneziumdur. Əlbəttə bu 24 qram bu maddənin emerinə yəni uyğun olacaqdır. Emerini tapsaq 2 vurulsun 14N, karbon 12-dir, hidrogen 1-dir uşaqlar. 12 vur N, 12N, 1 vur 2N üstə gəl 1 eləyir, 14N üstə gəl 1. Yəni 14N üstə gəl 1 bu hissədə 44 eləyir. Cəmləşsək eləyəcək 1-dən 45. 14-dən üstə gəl 1 bərabərdir 45-ə. 45-ə. Üstə gəl orada maqnezium da var da 24. Bu maddənin emeridir, yəni. Bu 14, 2 vur 14-dən üstə gəl 45 və üstə gəl 24. Bu eləyir neçə uşaqlar? Bu maddənin emeri edir. Və təyin eləsək biz enimizi 39,6-nı vururuq 24-ə bərabərdir 4,8 vurulsun 2, 14, N. Gəlin mötərizəni açaq. Yəni o biri mötərizəni açaq. Eləyəcək neçə? 28 N. 28 N üstə gəl. Deməli 114. 114. Burada da hər tərəfi 10-a vursaq bu vergüllərdən azad olarıq və ixtisar aparsaq bundan bunu 2 burada qalacaq. Və 396-nı da 2-yə aparsaq burada da qalacaq 198. 198 bərabərdir 28 N üstə gəl 114-ə. 198-dən 114-ü çıxanda uşaqlar 28 N bərabər nəyə? 198-dən 114-ü çıxanda eləyəcək 84. 84 bu zaman N də bərabər olacaq 3-ə. Yəni bizdən N'in qiymətini istəyirdi. N'in müəyyən edin. N'in də qiymətinin 3 olduğunu təyin etdik. Sizinlə mən FES Akademinin kimya üzrə təlimçisi Fatimə Həşimova idi. Bugün bir neçə sualın izahına nəzər yetirdik. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti video izahlarda görüşənədək. Hələlik.